Bismillahirrahmanirrahim. Əziz müsəlmanlar, biləsiniz, mömin insan nə zaman və harada öləcəyini düşünməməlidir. Bu haqda düşünmək mənasızdır. Belə ki, insanın nə zaman və harada öləcəyi artıq əzəldən onun qədərinə yazılıb. İnsan nə qədər uzun ömür yaşasa da, o ömrün bir göz qırpımında gəlib getdiyini görür və qiyamət günü bu dünyada cəmi bir gün qaldığını, yəni bu dünyanın fani olduğunu etiraf edəcək. Ağıllı mömin bu dünyadan hansı əməllə köçəcəyini düşünməməli və bunun üçün hazırlıq görməlidir. Elə isə, əziz müsəlman, bu dünyadan nə vaxt köçəcəyini düşünmə. Neçə insan olub ki, evindən çıxıb, öz maşını ilə işinin dalınca gedib, lakin axşam cənazəsi müafiəyə qoyulmuş halda evinə gətirilib. Neçə insan olub ki, ev əhlinə yemək hazırlayın, bir saata gəlirəm deyib, işinin dalınca gedib, lakin o yeməkdən yemək ona qismət olmayıb. Neçə insan olub ki, əyninə gözəl libas geyib, lakin o libası onun əynindən meyit yüyan çıxardıb. Mənim hər bir müsəlmanın nəsihətim budur ki, əməllərinə diqqət etsin. Allahdan gecə-gündüz bağışlanma diləsin. Hər gün nəfsini hesaba çəksin. Hər sonraki gün daha çox yaxşı işlər görəcəyinə niyyət etsin. Sonda hamımız üçün Allaha dua edib deyirəm. Allahümmə cəl xayra umurinə əxirəhu və xayra aməlinə xəvatiməhu və xayra əyyəminə yevmə nəlqaqə fih. Allahım, ömrümüzün sonunu həyatımızın ən xeyirli çağı et. Həyatımızdakı son əməllərimizin ən xeyirlisi et və xeyirli günlərimizin ən xeyirlisini sənin huzuruna çıxacağımız gün et. Subhanəkallahumma və bihəmdik, əşhədu ən la iləhə illə ənd, əstəğfiruka və atubu ileyk.